böyük zəfərimizdə aramızda qazilərimiz var. Mən özüm könüllü qatıldığımdan, o hadisələrin iştirakçısı olduğumdan özüm də şahid oldum. Bir çox şəhidlərimiz elə Ya Hüseyn deyə şəhadət zirvəsinə uzaldı. Ləbbeykə Ya Hüseyn deyərək, Ya Hüseyn deyə şəhadət bir güldür ki, İmam Hüseyn əleyhissalam onu öz bağında əkmiş, öz bağında becərmiş. Ona görə bizim bu şəhidlərimiz də məhz elə şəhidlər sərvəri İmam Hüseyn əleyhissalamdan bu şəhadət dərsini alaraq o zirvələrə uzaldı. Allah cümlə dünyada din uğrunda, vətən uğrunda, canlarını, azadlıq uğrunda canlarını fəda verən bütün şəhidlərə rəhmət eləsin.